burada biz onu bildik ki, bu yəni həm Fransa, həm də Azərbaycan arasında körpü yaratmaq məqsədi ilə yaranıb. Ondan sonra isə biz düşdük laboratoriyalara. Laboratoriyalar çox qəşəngdir. Biz orada müxtəlif eksperimentlər elədik. Bu eksperimentlər heç biri yəni orta məktəblərdə yoxdur, yalnız universitetlərdə vardı. Mənim də belə eksperimentlərə marağım vardı. Mənə hamısı çox maraqlı gəldi. Burada həm də kompüter elmləri var. Mən böyüyəndə yəni istəyirəm ki, gələcəyimdə kompüter elmləri ilə bağlı oxuyum. Ona görə yəni burada oxumaq istəyirəm. Xarici dillər öyrənməyə həvəs var, yəni öyrənə bilirəm. Ona görə də istəyirəm burada həm də ingilis dilində təhsil almaq. Çox maraqlı və zəngin tədris var bu universitetdə. Bizə bugün burada fərqli eksperimentlər göstərildi, kimya və fizika laboratoriyalarına getdik. Mən bu universiteti çox bəyəndim. Bütün otaqlar çox yekə, çox maraqlı keçirilir dərslər. Peşəkar müəllimlər var bu universitetdə. Ən maraqlısı 4 il oxumaqla 2 diplom almaqdır. Biri Fransa Universiteti, Strasburq Universitetinin, həm də Adnus'un diplomunu almaqdır və ikisini də 4 ildə qazanmaq, yəni qısa bir zamanda 2 diplom alırsan. Bu daha yaxşı bir şeydir. Для начала я хотел бы поблагодарить нашу школу за создание таких условий для экспедиции в данный университет. Для начала и еще я хотел бы поблагодарить этот университет за то, что он показывает нам новые технологии и, получается, систему образования, французскую систему образования, и то, что в данном университете является 2 основных языка образования, для меня является очень интересным. И, как по мне, это большой ключ для будущего студентов и выпускников данного университета. Мы можем, так скажем, саморазвиваться. Я вижу себя в клубе музыки, потому что я сам являюсь музыкантом, и музыка является неотъемлемой частью моей жизни. Для всех студентов, которые хотят учиться за границей, этот университет является, так скажем, протянутой rukой. Bugün bu UFAZ laboratoriyasına gəldik və böyük bir təəssüratlar aldım. 4 il oxuyaraq 2 diplom almaq çox böyük bir imkandır. Ödənişsiz təhsil böyük bir imkan yaradır. Çünki gələcəkdə məsələn ölkəmizə çox yararlı bir şəxslər olması üçün, məhz pulun dərdini çəkməməsi üçün ödənişsiz təhsil yaratmaq doğru bir fikirdir. Böyük ehtimal mən elə özümü astrofizika klubunda görmək istərdim. Çünki texniki fənlərə marağım var. Fizikadır, riyaziyyatdır, astronomiyadır. Bizi bugün bura gətirdikləriniz üçün həm UFAZ-a təşəkkür edirəm, həm də öz məktəbimə təşəkkür edirəm. Əsasən texniki fənləri sevirəm və bugün fizika laboratoriyası və kimya laboratoriyalarını gəzdim. Burada maraqlı fəaliyyətlər keçirdik, maraqlı cihazlar gördük. Azərbaycanda oxumaq istəsəydim, burada oxumaq istəyərdim əlbəttə. Həm də ki, mən kompüter mühəndisliyi olduğum üçün buradakı hər bir cihaz mənim üçün tam uyğundur. 2 diplom böyük bir şeydir, yəni istədiyim işi rahatca tapa bilərəm.